xeyir olsun. Bugün informasiya proqramının 21:30-un əsas buraxılışına baxırsınız. Studiyada İlahə Kipərqızıdır. Xəbərlərimizə keçid alırıq. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Prezident İlham Əliyev mayın 27-sində Respublika günü münasibəti ilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidəni ziyarət edib. 1918-ci il mayın 28-də Tiflis şəhərində İstiqlal bəyannaməsinin qəbul edilməsi ilə yaradılan və 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixinin mühüm və qürur doğuran mərhələsi oldu. Respublikamızın müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və əbədiliyi üçün müstəsna xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə xüsusi diqqət və həssaslıqla yanaşdı. İlk demokratik dövlətimizin şərəfinə abidənin ucaldılması barədə qərar verib. Ümumilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə 2007-ci il may ayının 25-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışı oldu. Xalqımızın hər il olduğu kimi bu ildə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini böyük iftixar və qürur hissi ilə yad edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı il dönümü münasibəti ilə Prezident İlham Əliyev ilk demokratik dövlətimizin şərəfinə ucaldılan abidəni ziyarət edib. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Prezident İlham Əliyevin təbirincə desək, müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Xalqımız 20-ci əsrin sonunda yenidən bərpa etdiyi müstəqilliyinin əbədiliyi naminə Ulu Öndərin zəngin dövlətçilik irsinə sadiqdir. İlham Əliyev Azərbaycanın milli bayramı Respublika günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak edib.
Mayın 27-sində Buta Sarayında Azərbaycanın Milli Bayramı Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak edib. Azərbaycanın dövlət himni səsləndi. Gözəl bayram ərəfəsində Prezident İlham Əliyev rəsmi qəbulda çıxış edərək mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi. 96 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirən dövlət başçısı bugünkü müstəqil Azərbaycanın müsəlman şərqində yaradılmış ilk demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğuladı. Dövlət başçısı təəssüflə bildirdi ki, o zaman müstəqilliyimiz çox qısa müddətli olub. 2 ildən sonra Azərbaycan Demokratik Respublikası süqut edib. Ancaq bu 2 il ərzində böyük işlər görülüb. Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsinə həmişə böyük ehtiramla yanaşır deyən Prezident İlham Əliyev bildirdi ki, əgər 20-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bugün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı. Dövlət başçısı sonralar Sovet İttifaqı tərkibində olduğu illərdə Azərbaycan tarixinin ən uğurlu səhifələrinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. 1991-ci ildə ölkənin ikinci dəfə müstəqilliyə nail olduğunu, lakin o vaxtki rəhbərliyin həmin tarixi şansdan istifadə edə bilmədiyini, nəticədə Azərbaycanın ağır böhranlı vəziyyətə düşdüyünü deyən Prezident İlham Əliyev həmin illərdə yaşanan daxili çəkişmələrdən, ermənilərin torpaqlarımızı işğal etməsindən və vətəndaş müharibəsinin başlamasından danışdı. Prezident İlham Əliyev demokratik təsisatların məhz Ulu Öndərin təşəbbüsü ilə yaradıldığını və möhkəmləndirildiyini, həmin illərdə siyasi sistemin formalaşdığını, konstitusiyanın qəbul edildiyini, dünyada inteqrasiya dövrünün başlandığını, bizə qarşı aparılan informasiya müharibəsinin aradan qaldırıldığını, iqtisadi islahatların aparıldığını, milli ideologiyanın yaradıldığını, dövlətçilik əsaslarının qoyulduğunu, neft kontraktlarının imzalandığını xatırlatdı. Biz bugün o illərdə müəyyən edilmiş strategiya çərçivəsində fəaliyyətimizi aparırıq. Azərbaycanı inkişaf etdiririk deyən Prezident İlham Əliyev qeyd etdi ki, müəyyən edilmiş siyasi xəttin alternativi yoxdur. Son 10 ilin sosial-iqtisadi nəticələrinə toxunan Prezident İlham Əliyev regionların inkişafı ilə bağlı proqramların uğurla icra edildiyini, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artdığını, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, güclü enerji potensialının yaradıldığını, maliyyə vəziyyətimizin bütün ölkələr üçün örnək ola biləcəyini, güclü ordunun formalaşdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqı sözün əsl mənasında müstəqil olması ilə fəxr edir. Gələcəkdə görüləcək işlərə nəzər salan dövlət başçısı bununla bağlı bütün proqramların ictimai üçün açıq olduğunu diqqətə çatdırdı. Ölkədə daxili sabitliyin bundan sonra da etibarlı şəkildə qorunacağını deyən Prezident İlham Əliyev bildirdi ki, bunun üçün lazım olan əsas şərt xalqla iqtidar arasında birlikdir. Dövlət başçısı vurğuladı ki, bundan sonra da demokratiyanın inkişafı, azad cəmiyyətin formalaşması sahəsində islahatlar davam etdiriləcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı təəssüflə vurğuladı ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Məsələnin həllində ölkə iqtisadiyyatının güclənməsi mühüm rol oynayır və Ermənistan təcrid vəziyyətdə saxlanılmalıdır. 2020-ci ilə qədər ölkədə bütün əsas infrastruktur layihələrin başa çatmasının vacibliyini, diqqətin daha çox qeyri-neft sektorunun inkişafına getiriləcəyini deyən Prezident İlham Əliyev, enerji təhlükəsizliyi ilə bağlı məsələnin Azərbaycanda çoxdan həllini tapdığını, ölkəmizin digər dövlətlərin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Bildirdi ki, indi bu sahədə əsas layihə olan Tanap-Cənub qaz dəhlizinin yaradılması istiqamətində dönüş nöqtəsi olub. Azərbaycan isə bu layihənin əsas təşəbbüskarı, icraçısı və səhmdarıdır. Bizim yolumuz abadlıq, müstəqillik yoludur deyən Prezident İlham Əliyev ən böyük sərvətimiz olan müstəqilliyimizin bundan sonra da qorunacağını vurğulayıb. Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub. Təltif olunanlar mükafatlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Rəsmi qəbul incəsənət ustaların maraqlı konsert proqramı ilə başa çatıb.
Davam edirik. Sumqayıtda 28 may Respublika günü münasibəti ilə Heydər Əliyev mərkəzinin önündə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının möhtəşəm konsert proqramı təşkil edilib. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şəhər rəhbərliyinin müvafiq dövlət qurumlarının nümayəndələrinin, şəhər ziyalılarının və ictimaiyyət nümayəndələrinin qatıldığı konsertin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Bildirildi ki, 1918-ci ilin mayın 28-də çox əsrlik tarixi olan Azərbaycanda ilk dəfə müstəqil dövlət qurulub. Bu, müsəlman dünyasında ilk demokratik dövlət olub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özündəlik baxımından böyük əhəmiyyəti olub. Keçən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda, xalqımızın təkidli tələbi ilə ümumilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıdaraq öz xilaskarlıq missiyasını uğurla yerinə yetirib. Ulu öndərimiz qısa müddət ərzində Azərbaycanı parçalayaraq məhv aparan bütün təhlükələri mətanət və əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. Ümumilli liderin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Azərbaycanın hər tərəfli inkişafına yönəlmiş həmin siyasət bugün möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə demokratik, hüquqi, dünyəvi, dövlət vətəndaş cəmiyyət quruculuğu uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatı məqsədyönlü inkişaf etdirilir. Sonda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bir-birindən maraqlı ifalarla çıxış etdilər. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. İlahi Ekbər qızı Elbrus İsmailov, Dünya TV. Qubadlı rayon 28 may Mədəniyyət evində Respublika günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik Saqov da iştirak edib. Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 may Mədəniyyət evində 28 may Respublika günü münasibəti ilə tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Malik Saqovun, rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin və ictimai nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Aliyeva bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri var. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ümumilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. 1993-cü ildəki hadisələrə nəzər yetirən məruzəçi qeyd etdi ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz milli dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu və ən əsası xalqın azadlıq ideyasına olan sonsuz inamı özünə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai, siyasi, elmi-mədəni həyatında beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümumilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Qürur hissi ilə qeyd edildi ki, müstəqil Azərbaycan Respublikasının banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır. Bugün məhz Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış regionun lider dövlətinə çevrilmişdir. Sonda tədbir Qubadlı rayon və Mahmudlu kənd uşaq musiqi məktəbləri, Qubadlı rayon Bəlqüşad instrumental ansambl və bir sıra tanınmış musiqiçilərin ifalarında konsert proqramı ilə davam etdirildi. İlahi İqbal qızı Elbrus İsmailov, Dünya TV. Bugünə baxırsınız, 28 may Respublika günü ilə əlaqədar olaraq Sumqayıt Dövlət Universitetində tədbir keçirilib. Tədbirdə universitetdə təhsil alan tələbələrin hazırladıqları bir-birindən maraqlı çıxışlar nümayiş olunub. Sumqayıt Dövlət Universitetində 28 may Respublika gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə universitetin rektoru ilə bərabər müəllim və tələbə heyəti də iştirak edirdilər. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ardınca iştirakçılara 28 may Respublika günündən bəhs edən video çarx təqdim edildi. Göstərilən video çarxda bildirildi ki, may ayının 28-i tariximizin ən şanslı günlərindən biridir. Azərbaycan xalqı öz müstəqilliyini məhz bugün də bəyan edib. Dövlət himni və gerb təsdiq edildi. Bununla Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Demokratik Respublikasının ilk parlamenti seçildi. Nəhayət, sentyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin müşayiəti ilə Azərbaycan hökuməti tam heyətdə və təntənəli surətdə Bakıya daxil oldu. Bakı, Azərbaycan Demokratik Respublikasının paytaxtı elan edildi. Bir müddət ərzində sosial-iqtisadi, mədəni sahədə xeyli işlər görüldü. Lakin Azərbaycan Demokratik Respublikası 23 il yaşadı. 1920-ci ilin 28 aprelində Rusiya tərəfindən işğal olunmuş Azərbaycan 70 ildən sonra öz müstəqilliyini bərpa etdi. Sənədli filmin nümayişindən sonra Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr həvəslə hazırladıkları bir-birindən maraqlı çıxışlarını təqdim etdilər. Tədbir konsert proqramı ilə davam etdirildi. İntisar Ədalət qızı Firuz Adgözəlov, Dünya TV. Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi şəhər sakinlərinin təhlükəsizliyini qorumaq məqsədi ilə əhali arasında təbliğat xarakterli maarifləndirmə tədbiri keçirib. Təşkil olunan tədbir zamanı məhəllələrdə sakinlər tərəfindən yerə bastırılan turbo borular çıxarılaraq maneələrdən təmizlənib.
Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi yanğınsöndürən və təcili yardım xidmətinin daim olaraq hadisə yerinə maneəsiz keçə bilmələri üçün əhali arasında təbliğat xarakterli maarifləndirmə tədbiri keçirdi. Görülən tədbirin əsas məqsədi Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin əməkdaşlarının sakinlərin təhlükəsizliyinin mühafizəsi, yeni qaz xətlərində baş verən qəzalar zamanı evlərdə yanğınlar və yaxud tibbi yardıma ehtiyac zamanı təcili yardım maşınlarının məhəllələrə daxil olmasına törədilən maneələrin aradan qaldırılması idi. Tədbir zamanı sakinlər tərəfindən yerə bastırılan turba borular xüsusi avadanlıqlar vasitəsilə kəsilərək aidiyyət üzrə təhvil verildi. Məlumat üçün onu da bildirək ki, təhlükəsizlik problemlərinin aradan qaldırılması məqsədilə bu cür tədbirlərin keçirilməsi Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək. İntisar Ədalət qızı, Elvin Məmmədov, Firuz Adgüzəlov, Dünya TV. Ölkə rəhbərinin dövlət proqramına əsasən gənclərin inkişafı ilə bağlı çoxsaylı layihələr həyata keçirilir. Məhz belə layihələrdən biri də şəhərimizin 5-ci mikrorayon ərazisində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İçərişəhər Tikinti və Bərpa Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Gənclər Mərkəzinin tikintisidir. Daha ətraflı növbəti sujetimizdən izləyək. Prezident İlham Əliyevin Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı haqqında sərəncamına əsasən gənclərin inkişafı ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədi ilə ölkəmizin hər yerində Gənclər Mərkəzi tikilməkdədir. Məhz belə mərkəzlərdən biri Sumqayıt şəhər 5-ci mikrorayon ərazisində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İçərişəhər Tikinti və Bərpa Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Məlumat üçün onu da bildirək ki, Bərpa MMC-nin rəhbəri Rəşid Hüseynov bir sıra olimpiya komplekslərinin, daxili qoşunlar üçün hərbi hissənin yenilənməsi, məktəb, bağça binalarının yenidən qurma və tikinti işlərini həyata keçirib. 2013-cü ilin yanvar ayında İçərişəhər Tikinti və Bərpa MMC-nin müasir texnika və işçi qüvvəsi tərəfindən tikintisinə başlanılan binada işlər demək olar ki, artıq başa çatmaq üzrədir. Biz də Dünya Televiziyası olaraq adı çəkilən binada gedən işlərlə yaxından tanış olmaq üçün üz tutduq həmin məkana. Söhbət zamanı iş icraçısı Azər İdrisovun sözlərinə görə 3 mərtəbə və mansardan ibarət olan bina müasir standartlara cavab verən material və avadanlıqlarla təchiz olunub. Belə ki, burada 2-3 nəfərdən ibarət 6 qonaq otağı, duş kabinələri, yeməkxana, gənclərimizin əylənə bilmələri üçün rəqs zalı, internetdən faydalana bilmələri üçün isə xüsusi otaqlar, həmçinin 148 nəfərlik konferans zalı tikilib ki, burada həm konsert proqramlarının, həm də müxtəlif növ səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binada müasir istilik sistemləri quraşdırılıb. Bundan əlavə yeni kommunikasiya xətləri çəkilərək daim su ilə təminatı üçün binanın içərisinə xüsusi quraşdırılmış avadanlıqlar vasitəsilə birbaşa binanın həyətində tikilmiş nasosxanaya birləşdirilib. Həmçinin bina işıqlandırma sistemləri ilə təhlükəsizliyin vaxtında aradan qaldırılması üçün xüsusi qurğularla da təmin olunub. Binanın foyesində isə Ulu Öndər Heydər Əliyevin güşəsinin yaradılması nəzərdə tutulub. Qeyd edək ki, binanın həyətində abadlıq işləri də görüləcək. Əraziyə asfalt döşəniləcək, yaşıllıqlar salınacaq, istirahət güşələri yaradılacaq. Bir sözlə, gənclər üçün yeni açılacaq mərkəz müasir və yaraşıqlı görkəmi ilə bütün Avropa standartlarına cavab verəcək. İntisar Ədalət qızı, Firuz Adgüzəlov, Dünya TV. 28 may Respublika gününə həsr edilmiş tədbirlər Abşeron rayonunda da keçirilir. Belə tədbirlərdən biri də Ceyranbatan qəsəbə mədəniyyət mərkəzində təşkil edilib. Ceyranbatan qəsəbə mədəniyyət mərkəzində 28 may Respublika gününə həsr edilmiş konsert proqramı təşkil edildi. Tədbirdə musiqi məktəbinin şagirdləri, müəllimlər və valideynlər iştirak etdi. Öncə gələn qonaqları və tədbir iştirakçılarını salamlayan Ceyranbatan qəsəbə mədəniyyət mərkəzinin direktoru Nəcibə Zeynalova tədbirin əhəmiyyətindən geniş söhbət açdı. Bildirdi ki, 28 may tarixi Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın
müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır. Onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir. Dövlət quruculuğu təcrübəsi hər tərəfli öyrənilir. Diqqətə çatdırıldı ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrinə əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. Dövlətimizin qorunması üçün qətiyyətli tədbirlər görüldü. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bugün möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi, dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Daha sonra məktəblərin çıxışlarından ibarət konsert proqramına start verildi. Şagirdlərin bir-birindən maraqlı çıxışları, rəqs nömrələri, səsləndirilən klassik musiqilər, hətta dahi bəstəkarlardan operattalar alqışlarla qarşılandı. İlahi Ekber qızı, Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV. Ölkə xaricində nəzər salırıq. Suriyada kamikaze əməliyyatının yeni görüntüləri yayımlanıb. Suriya müxalifətinin ən radikal qruplaşmalarından hesab edilən Ən-Nüsra cəbhəsi İdlib əyalətində hökumət ordusuna qarşı yeni kamikaze əməliyyatları həyata keçirib. Suriya müxalifətinin ən radikal qruplaşmalarından hesab edilən Ən-Nüsra cəbhəsi İdlib əyalətində hökumət ordusuna qarşı yeni kamikaze əməliyyatları həyata keçirib. Son günlərdə Suriyada radikal qruplaşmalar ölkənin Türkiyə ilə sərhəddində yerləşən İdlib əyalətində nisbətən irəliləyib ki, bu da yalnız kamikaze əməliyyatlarının həyata keçirilməsi ilə baş tutub. Müşahidələr göstərir ki, Suriya silahlı müxalifətinin böyük tərkib hissəsini radikal təklifçi qruplaşmalar təşkil edir və ekspertlərin fikrincə artıq müxalifətin tərkibində sekular və dünyəvi qüvvələr yox dərəcəsindədir. Bu qruplaşmalar son ildə keçdiyi yeni iki əsas taktika, yəni yeraltı tunellər və kamikaze əməliyyatları vasitəsilə hökumət ordusu qarşısında nisbətən dayana bilər. Bununla yanaşı sözügedən qruplaşmalar hökumətin nəzərində olan dinç yaşayış bölgələrinə edilən terror aktlarını intensiv şəkildə həyata keçirir və bu terror aktlarının məsuliyyətini üzərinə götürür. 2 gün öncə Homs şəhərində 2 partlayışın məsuliyyətinin Ən-Nüsra cəbhəsi tərəfindən qəbul edilməsini buna misal göstərmək olar. İraq ordusu Əl-Ənbar əyalətinin Əl-Fəllucə şəhəri ərazisində İraq-Şam İslam dövlətinin 22 silahlısını zərərsizləşdirib. İraq ordusu Əl-Ənbar əyalətinin Əl-Fəllucə şəhəri ərazisində İraq-Şam İslam dövlətinin 22 silahlısını zərərsizləşdirib. Öldürülən Daesh qüvvələri arasında partlayıcıların hazırlanmasında məharətli ekspert kimi tanınan Əbu Xədicə Əl-Hüdeysi adlı şəxs də var. Məlumata görə o Səddam Hüseyin dövründə ölkə ordusundakı ekspertlərdən biri olub. Amma İraq ordusu və təhlükəsizlik qüvvələrinin qabaqlayıcı əməliyyatlarına baxmayaraq bugün Bağdadda 2 şiddətli partlayış qeydə alınıb. Partlayışlardan biri Sədr rayonundakı bazarda, digəri isə paytaxtın mərkəzində yerləşən Xeyir şərifində törədilib. Burada ölənlərin sayı az olsa da yaralıların onlarla olduğu bildirilib. Ukrayna ordusu ağır itki verib ölən və yaralıların olduğu bildirilir. Vostok batalyonuna məxsus maşını yaralıları daşıyarkən körpüdə vurulub.
Ukraynanın Donetsk vilayətində yaralıları daşıyan avtomobil silahlı hücuma məruz qalıb. Bu barədə Donbas qubernatoru Pavel Gubaryev Facebook səhifəsində yazıb. Onun bildirdiyinə görə yaralıları daşıyan maşının atəşə tutulması nəticəsində 35 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Separatçılar Donetsk vilayətində strateji körpülərin birini nəzarət altında saxlayır. Körpüdə hərəkət edən bütün maşınları minomyotlar vasitəsilə vururlar. Ukrayna ordusunun Vostok batalyonuna məxsus maşını yaralıları daşıyarkən körpüdə vurulub. 35 nəfər ölüb, 15 nəfər yaralanıb. Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilsə də ölkənin cənub-şərqindəki döyüşlər davam edir. Bölgədən hər gün ölüm xəbərləri gəlir. Belə, bugün informasiya proqramının 21:30 olan əsas buraxılışından sizə çatdıracaqlarımız bu qədər. Sağ olun, diqqətinizə görə minnətdarıq.